Cinsi yolla keçən infeksiyalar çoxdur. Bunların içərisində daha çox biz təsadüf etdiyimiz axıntı ilə özünü göstərən infeksiyalardır ki, buna gonoreya və yaxud süzənə xəstəliyi deyirik, xlamidiya xəstəliyidir, ureoplazmadır və yaxud qanla keçən HIV xəstəliyidir, geniş yayılıb dünyada, siflis xəstəliyidir, hepatitlərdir ki, bunlar daha çox təsadüf edilir. Bunların da qarşısını almağın bir tək yolu vardır ki, qorunmaq. Yəni xəstələr qoruyucudan istifadə etməlidirlər. Təsadüfi əlaqələrdən uzaq durmalıdırlar. İşdə şayət oldu, yoluxub, bu da problem deyil. Bunu vaxtında aşkar edib müalicə etmək mümkündür. Amma burada önəmli məsələ nədir? Təkcə kişi gəlib bundan müalicə olmamalıdır. Əgər evlidirsə, yoldaşı da mütləq ginekoloq tərəfindən müayinə olunmalı və mikrob varsa o da həmin mikroba görə müalicə alınmalıdır eyni vaxtda ki, təkrarı yoluxmalar olmasın. Və yaxud evli deyilsə, partnyoru varsa mütləq o partnyoru da müalicə olmalıdır ki, həm cəmiyyət içində bu infeksiyalar yayılmasın, həm də ki, xəstələr sağalsın. Çünki müalicə olmayanda bu çox ağır ciddi fəsadlara gətirib çıxarda bilər. Ola bilər kişi yoluxdu, infeksiyaya bir neçə gün axıntı oldu və müalicə olmayandan sonra o axıntı öz-özünə onsuz da kəsir, bütün şikayətlər aradan qalxır və xəstə elə bilir ki, sağaldı. Amma bu sağalmaq demək deyildir, çünki infeksiya daha dərinlərə gedir, prostata, xəyalara gedir və orada özünə sanki bir yuva salır, sperm daşıyan kanalları tutaraq gələcəkdə sonsuzluğa kimi gətirib çıxarda bilir. Bizdə bir çox elə xəstələr olur, azospermiya dedim, sıfır gəlirlər, heç bir hüceyrəsi yoxdur. Soruşursan ki, nədir bunun problemi? Soruşursan ki, sən nə vaxtsa yoluxucu xəstəlik tutmusan? Deyir, bəli, mən nə vaxtsa yoluxucu xəstəlik tutmuşam və müalicə olmamışam və yaxud düzgün müalicə olmamışam.